27 sentyabr 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndində Hacı Səfəralı məscidinin ərazisindəki mərasim evində anım günü ilə bağlı ehsan verilib. Ehsan məclisindən öncə Novxanı qəbirstanlığındakı şəhid məzarları ziyarət edilib, qəbr üstünə gül dəstələri qoyulub, dualar oxunub. Zəlikə fadlullahi yu'tihi mən yəşə, vallahu zul fadlil azim. Məsəlul-ləzīnə hummilut-təvrətə thummə ləm yəhmiluhə. 200 nəfərdən çox şəxsin iştirak etdiyi ehsan süfrəsində məscidin axundu Hacı Ələsgər Mikayılzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov, Buzovna Cümə məscidinin axundu Hacı Soltan Əlizadə, iş adamı Hacı Cəlil Nağıyev, şəhid ailələri, qazilər, müharibə əlilləri, kənd ağsaqqalları və digər kateqoriyalardan olan vətəndaşlar iştirak edib. 27 sentyabr anım gününün milli mənəvi önəmindən bəhs edən məclis iştirakçıları xalqımızın məhz bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizminə qarşı ölüm-diri mübarizəsinə qalxdığını, cəmi 44 gün içində düşməni darmadağın edərək tarixi zəfərə imza atdığını vurğulayıb. 8 noyabr zəfərinə şəhidlərimizin amanlığı sayəsində nail olunduğunu bildirən natiqlər, onların əziz xatirəsinin sonsuza qədər xalqımız tərəfindən sevgi və ehtiram hissi ilə yad ediləcəyini vurğulayıblar. İş adamı Cəlil Nağıyevin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ehsan süfrəsində iştirak edən şəhid ailələri və veteranlar dövlətimizin həssas kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür ediblər.